Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Vessalatu vesselamu ala nebiyyina Muhammed ve ala alihi ve ashabihi ecmaîn. Amma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Değerli dinleyiciler, bugünkü mövzumuz rüşvət barəsində olacaq. O rüşvət ki, ölkələri çöktürür. O rüşvət ki, məzlumların haqqını zalimlara yedizdirir. Və o, bugün dünya xalqlarını bürümüşdü. Və elə bir ölkə nümunə göstərmək olmaz ki, tam olaraq bundan qurtulmuşdu. Biraz yaxşı, biraz pis, hər ölkənin bunda payı vardır. Yaşadığımız ölkə isə bu barədə pislər sırasındadır. Yəni, ölkəmizdə rüşvətin çox yayğın olduğu, çox məşhur olduğu ölkələr sırasındadır. Təəssüflər olsun. Allah bütün müsəlmanlara yardım etsin ki, bu Allah'ın qadağan etdiyi, ciddi şəkildə qadağan etdiyi böyük bir haramı Allah bizim də xalqımızdan, daha doğrusu o məmurlarımızın gözündən bunu qaldırsın. Böyük ehtimalla onları məzar düzəldəcək bu problemlərini. Onlar bu söz ilə düzələsi deyirlər. Çünki artıq sanki qanları yoğrulub bu rüşvət ilə. Değerli insanlar, rüşvət bildiyimiz sıradan bir günahlardan değil. İbn-i Mes'ud radiyallahu anhu rüşvəti küfür adlandırmıştı. Ve bunu böyük günahlar sırasında saymıştı. Əslində elə oradadır. Yəni bunu İbn-i Mes'ud fərqli olaraq bunu oraya qeyd etməmişdi. Əslində İbn-i Mes'ud rüşvət alanın dindən çıxma sözünü ortaya koymuştu. Sadəcə olaraq onun o sözünü müzakirə etdikdən sonra belə qərara gəlinmişdir ki, o burada böyük küfrü deyir. Yəni o qədər ağır söz demişdi buna. İbn-i Mes'ud radiyallahu anhu El-Maidə surəsi 42-ci ayənin təfsiri üçün bunu demişdi. Səmma'unə lil-kəzibi əqqəlunə lis-suhd. Yalan danışarlar və haram yeyərlər, rüşvət yeyərlər. Bax, buradakı haram yeyərləri İbn-i Mes'ud radiyallahu anhu deyir, o məmurun aldığı puldur. Bir məmur bu ayənin hökmünü bildiği halda yenə alarsa, o artıq böyük küfrə düşmüşdür. Yəni, sanki Allahı inkarına qədər gedib çatır. Və ona görə bunun təfsirində deyirlər ki, burada İbn-i Mes'ud, yəni bu küfrü, yəni böyük günah sırasında görmüşdü, görüşündədirlər. Baxın, dəyərli insanlar, bu sadə bir söz, sadə bir qadağa deyil. Rüşvət barəsində konkret aləmlərin Rabbi Allah Qur'an-ı Kərimdə ayə indirmişdi. Konkret birbaşa rüşvətə aid olaraq. Necə ki, Bakara surəsi 188-ci ayə. Rəbbimiz orada belə buyurur. وَلَا تَأْكُلُوا أَمْوَالَكُمْ بَيْنَكُمْ بِالْبَاطِلِ وَتُدْلُوا بِهَا إِلَى الْحُكَّامِ لِتَأْكُلُوا فَرِيقًا مِنْ أَمْوَالِ النَّاسِ. Öz aranızda birbirinizin hakkını yersiz yere yemeyin. Memurlara işlerinizi düzeltsinler diye rüşvet vermeyin. Memurları yedizdirmeyin haksız yere işinizi düzeltsinler diye. Bəli, değerli insanlar, bu birbaşa rüşvete aittir. Okuduğum bu iki ayet hem Bakara 188 ve hem de ki El-Maidə surəsi 42-ci ayə, ikisi də birbaşa rüşvətə aiddir.
Hələ Allahın Resulü sallallahu aleyhi və səlləm isə lənət oxumuşdu rüşvəti verənə və rüşvəti alana. Necə ki, Abdullah İbn Amr radiyallahu anhu tərəfindən rəvayət olunur ki, o deyir, Qalə Rasulullah sallallahu aleyhi və səlləm, La'anər Rasulullah ər-raşi vəl-murtəşi. Allahın Resulü sallallahu aleyhi və səlləm rüşvəti verənə də, alana da lənət oxumuşdu. Dəyərli insanlar, lənət hələ belə kiçik bir söyüş deyil ha. Deyək ki, qəzəbli insan qəzəblənəndə birinə deyir səfeh, axmaq. Yəni lənət hələ söz deyil ha. Lənət, yəni Allahın cənnətini görməyəsən. Çünki kim lənətə düşdüsə, o cəhənnəm əhlidir. Lənət dünyada da insanı bürüyür, ahirətdə də bürüyür. Bəli, bəli, dünyada da bürüyür. Neçə məmurları gördük. Nazirlərə qədər, deputatlara qədər. Onlar şan şöhrətlə gəzirdilər. Və amma bir gün qara maskalılar gəlib onları aparanda, aman Allahım, o təkəbbürlü üzlər necə çöhrəsi solmuşdu, necə əlləri tir-tir əsirdi onların. Nədir? Bir müddət keyf etdi ona görə. Aldı xalqdan rüşvəti, oxumuş, savadlı gənclər kənarda qaldı. Rüşvəti aldı, nadan, cahilləri vəzifəyə qaldırdılar və beləliklə də xalqın rifahını körladılar. İndi də zindanda, orada bunun əzabını çəkirlər və rəngləri solmuş bədəni əsə-əsə o bir də insanlar aparıldı. Bu, dünyanın lənətidir. Bütün yığdıqların getdi. Amma insanların bədduası qaldı və üzərindəki günah qaldı. Hələ bunun ikinci dalğası gələcək. İkinci dalğası ölüm mələyi gələn vaxtı qara mələklərin gəlməsi olacaq. O qara mələklər qara maskalılar kimi deyil. Yenə qara maskalılar qulağını burub, əlindəkini alıb səni zindana salacaq. Zindanda yenə belə bir təhər həyat sürəcəksən. Ona həyat deyiləcəksə. Amma Allahın qara mələkləri sənin canını alandan sonra, canını almağa gələndə nə edəcəksən? Allah şahiddir ki, onu görənlərin görüntüsü hələ bir ölümdür. Ki, bəzi insanların can verərkən onu görəndə gözünün hədəqəsindən çıxmasına qədər dəhşəti yaşayır. Ki, hələ onların görüntüsü bir bəladır. Və ikinci, onların səsi var. Onların qəribə səsləri gəlir onlar gələndə. O səsin özü də bir dəhşətdir. Hələ onların sənin canını alanda hansı əzab ilə alacaqları bir yanadır. Ki, Allahın Resulü sallallahu aleyhi və səlləm deyir ki, yaş pambıq daraqdan necə ayrılarsa, belə ruhu bədəndən çıxardacaqlar. Günahkarların, möminlərin deyil. Yaş pambıq daraqdan necə ayrılar, onu bir təsəvvür edin. Və yaxud da bir yoxlayın. Ya yun, ya pambığı salın yaş darağa, onu yaş edin. Ondan sonra ayırın. Görün ayrılır ya ayrılmır. Darağın dişlərini qırır, ayrılmır. Elə zorla. Ayrılanları da necə ayrılır? Parça-parça. Yəni, bitov, yun, pambıq oradan çıxmır. Ruhu da belə olacaq günahkarların. Parça-parça ayrılacaq. Müminin ruhu isə Resulullah deyir, su bardaqdan axdığı kimi axacaq. Bitov çıxacaq. Onun ruhu isə parça-parça, tikə-parça, zor ilə, dəhşət ilə çıxacaq. Hələ qulaq əzabı bir, göz əzabı iki, hələ indi bu can əzabıdır. Bu hələ cəhənnəm deyil. Hələ cəhənnəm deyil. Bax, bu lənətdir. Dəyərli dinləyicilər, dəyərli insanlar, rüşvəti vermək də haramdır. Rüşvəti almaq da haramdır.
Bu ən çox məmurlara istiqamətlənir. Yəni sıradan insanların zaten rüşvətlə nə rüşvət alacaq ki? Yəni sıradan, yəni məmur olmayan birimiz. Adətən bu məmurlarda olur. Çünki rüşvət sözünün ərəbcədən çevrilməsi də bu mənaya gəlir. Rüşvət sözü ərəb sözüdür. Rüşvə haqsız vergiyə deyirlər. Yəni haqqın olmayan vergi. Bir var haqqındır, bir də var haqqın deyil. Verirsən ki işin düzəlsin. Bu rüşvətdir. Alan da lənətlənib, verən də lənətlənib. Amma gəlin burada bu məsələyə biraz təfərrüat gətirək. Quran və sünnə işığında bir də sahabələrin və müasir elm adamlarının buna baxışlarıyla. Deməli, rüşvət bütün mənası ilə alınması haramdır. Yəni, rüşvət alan adama qəti çıxış yoxdur. Qəti güzəşt, üzür yoxdur. Yəni, o məmurdursa, mən məcburam, məndən yuxarıya verməliyəm, ona görə alıram. Bu məcburiyyət deyil, bu lənətdir. Sənə lənət olacaq. Ey məmur, nəsən, nazirsən, deputatsan, polissən, həkimsən, müəllimsən, nəsənsə Allahın lənəti gələcək sənin üzərinə. Allahdan qorx və bu səni qəzəbləndirməsin. Və buna görə qıcıqlanıb bir şeylər düşünmə. Zaten düşünmənin də faydası yoxdur. Yəni bu söz sənə aiddir. Etmə bunu. Halal yaşa, təmiz yaşa və zaten Allah sənə elm verib və ora qədər səni yüksəlmisənsə, zaten halallıqla bura getsən, sənin ən azı səndən sonraki nəsillər oxuduğu zəhmətinə dəyər. Yəni oxuyub, gəlib məmur oldu. Bax, belə nəsillər sağlam yetişəcək və insanların oxumağa, elmə ümidi artacaq. Əks halda insanlar düşünür ki, mənim pulum olsun, pulum ilə hər iş görərəm. Hər işi görürsən pulunla, amma o iş olmur. Xalq bunun əziyyətini çəkir. Sənin övladın oxumadan onu vəzifəyə yönləndirirsən, o da getdiyi vəzifəni bazara çevirir və beləliklə də xalqın rifahı korlanır. Dövlət pul ayırır, filan iş görülsün, ortada o pullar yiyilir, xalqın yolu korlanır, binaları korlanır, şəhərlər abad olmur. Niyə? Çünki o pullar yiyilir. Kim yeyir? Əlbəttə rüşvətlə ora gələn. Düşünür ki, vermişəm, gəlmişəmsə, almalıyam ki, yerin doldurum, hələ ondan sonra bilirəm 5-10 il vaxtım var, nə qazandım, qazandım. Amma qəbiri düşünmür. Qara mələklərin gələn gününü düşünmür. Ona görə rüşvəti almaq bir mənalı qadağandır, həmən adama lənət vardır. Bir mənalı. Amma rüşvəti verənə gəldikdə isə, bəli, burada təfərrüatlar var. Bəzi durumlarda icazəlidir. O haçandır. Əgər bir iş sənin haqqındır, sən tam onu haqq edirsən, misal üçün oxumusan, savadlısan, həkim olmaq istəyirsən və sənə deyirlər, bu xəstəxanada, bu laboratoriyada, bu mərkəzdə işləmək üçün hökmən pul verməlisən. Və sən düşünürsən ki, mən oxumuşam, savadım var, niyə pul verməliyəm? Və sənə deyirlər ki, verməsin, yəni sən bura qəbul ola bilməyəcəksən. Və sənin də heç yerə səsini çatdıra bilmirsən, zaten onu səndən almaq istəyən tək almır ki, o tək alsa, onu bir anda oradan oğrayarlar. Tək almır ki, deməli o da sənin şikayət edə biləcəyin ünvana verir ki, yəni sən gedəndə səni oradan da başqa yola salsınlar. Deməli, belə olduğu təqdirdə bir insan görsə ki, mən oxumuşam, iş də qura bilmirəm özüm üçün, buna məcburam, gedirəm oxuduğum sahəyə bir iş görəm, məndən müəyyən məbləğ istəyirlər. Belə halda, yəni haqlı ikən, savadlı ikən, o işin mütəxəssisidirsə, buna məcbur qalsa, versə, bəli, bu barədə müasir elm adamlarından Barrakın xüsusi fətvalar kitabı vardır və orada bəzi belə bölümləri icazəli görmüşdürlər. Çünki bu rüşvət daha çox dövrümüzdə çox məşhurdur. Düzdür, qədimidən gəlir, amma çox nadir idi. İndi daha çox, yəni bütün demək olar ki, sahələrə sirayət eləyib dininə qədər.
Hətta dindar belə rüşvət alır. Görün, nə zavallı bir dönəmə düşdük. Bəli, deməli, belə olduğu təqdirdə o adamın, rüşvət verənin günahı ondan qalxır. Niyə? Çünki Allah Subhanahu taala Qur'an-ı Kərimdə Ət-Təğabun surəsi 16-cı ayədə buyurur ki: "Fattakullaha mastata'tum." Allahdan bacardığın qədər qorx. Bax, burada bacardığın sözü müəyyən mənada yardımdır, çıxış yoludur. Yəni, elə iş var ki, o qədər bacarmıram. Misal üçün, Ramazan orucunu tutmalıyam, bacardığım qədər tutdum, bir yerə çatdı, gördüm xeyr, xəstəliyim yüksəldi. Misal üçün, diabetdir, şəkər xəstəsidir, gördü ki, bəli, şəkərim yüksəldi. Ya da ki, mədə xorası var, gördü ki, yaram qanadı. Artıq məni oruç tuta bilmirəm. Bu deməli, bacardığın ora qədərdir. Ora qədərini etdin, ondan sonrasını edə bilmədin. Və eyni zamanda halal yaşamaq. Yəni, vermədim rüşvət, oxudum, zəhmət çəkdim, müəyyən yerə qədər gəldim. İndi verməsəm, işim də, bütün zəhmətim zay olur və beləliklə də mən bu işi görə bilməyəcəyəm. Bəs mən necə yaşayacağam? Bunun məcburiyyətində qalanda verirsənsə, bax, bu ayə sənə şamil olur. Deməli, səndən günah qalxdı. Təkrar deyirəm, bunu alana adiyyatı yoxdur. Alan heç cür məcbur deyil. Laf düşünsə ki, ondan bunu tələb edirlər. Xeyr, tələb etsələr də, elə əxlaqsızlıqdan da bəzən tələb edirlər də. Yəni, bu ona icazə verir ki, yox, rüşvəti alana aid deyil. Rüşvəti verən bu halda icazəli görülmüşdür. İkinci hal var. Sənin bütün işlərin qaydasındadır. Səndən rüşvət tələb edirlər. Deyirsən ki, mənim hər işim qaydasına. Deyirlər, əgər verməsən, 3-5 günə sənə burada bir hilə gəliləcək və sən 100 dəfə bundan artığını xərcləməli olacaqsan. Ver. Biraz da aydın deyək, daha aydın olsun. Misal üçün, bir mağaza işlədirsən, gəlib səndən polis pul istəyir. Deyir ki, verməlisən hər ay bu qədər. Sən də deyirsən, bütün işlərim qaydasındadır. Dövlətin vergisini verirəm, halal mallar satıram, icazəli mallar satıram və heç bir əyri işim yoxdur. Və deyirlər ki, o zaman baxarsan nə olur. Yəni, əyri iş necə tapılar səndən. Misal üçün, 5 gün üstündən keçdi, bir şərəfsiz insanı, əxlaqsız bir insanı göndərdilər onun üstünə və orada onu şərlədi, vay-şivən qopartdı, mənə xarab mal satıb və məni söydü, cürəbəzir fərqli o şeylər ki, yəni onu 2 nəfərin arasındadır. Və beləliklə də həmən o rüşvəti istəyən polis qıraqdan gəlir və bunun qoluna girir, gülə-gülə bunu aparır. Və deyir ki, səndən 100 istədik, vermədin, indi get 10.000 verməyə bu pulları. Yəni ki, bax, beləcə və digərlərinə dərs olur ki, nə deyirik onu edin. Bax, belə olan təqdirdə, yəni indi işləyən bəzi sıradan müsəlmanlar vardır ki, yəni onlar rüşvət vermək istəmir, amma belə bir durumla qarşı-qarşıyadır. Verməsən şərləyəcəklər, bir istəyirdi 100 alacaqlar və bəlkə də bütün işlərin də məhv olacaq. Və beləliklə çarən yoxdursa, bax, o da bacarılmayan duruma düşür. Və belə olan təqdirdə onun da rüşvət verməsi artıq burada icazəli sayılır. Təkrar deyirəm, rüşvəti verən üçün. Alana bunun adiyyatı yoxdur. Burada icazəli olan bir də, yəni icazəli olan bir də yaşadığın yerdə rüşvətin məşhur olması. Yəni, o qədər məşhurdur ki, rüşvət. Yəni, rüşvət olmasa, hətta insanlara qəribə gəlir ki, necə yəni, sən bunu vermədin, bu dükanı açdın, sən rüşvəti vermədin, vəzifəyə gəldin, bu necə ola bilər ki, bu mümkün deyil. Yəni, belə bir şey mümkün deyilsə orada, məşhurdur, yəni adət bu cürə qurulub. Hətta bu formada, yəni daha məlumatlısınız, bilirsiniz, eşidirsiniz. Yəni, bizim ölkəmizdə bu biraz görünsə, biraz görünməsə də elə ölkə var, 100% görünür. Əməlli başlı, yəni bütün işlər rahat, rüşvətsiz
Hətta gülürlər insana, necə rüşvət verməsin bu iş olar. Kimi, yəni belə olduğu təqdirdə də bir müsəlman gedib iş qurmaq istəyir və bundan rəsmi vergilərin kənarında bir şeylər istəyirlər və bu da verməyəndə hamısı buna təəccüb edir. Yəni ola bilməzsən belə iş qura biləsən. Bax, belə olan təqdirdə də o adam günahkar deyil. Amma rüşvətin verilməsi qadağan olan hallar, bunun kənarında bütün hallar qadağandır, amma daha aydın olanı deyək ki, laf dəqiq bilək. Rüşvət sayılır başqasının önünə keçmək üçün verilən vergi, verilən kənar pul. Misal üçün, 3 nəfər müəllim götürüblər, yoxlayacaqlar, ya tender olacaq, nə olacaq? Yəni, bu 3 nəfər, 5 nəfər yoxlanılır, bunlardan biri götürülməlidir. Müəllim, ya həkim, ya məmur, hansı isə vəzifəyə. Bu adam baxır ki, bu 5 nəfərimizin içində mən keçən deyiləm buradan. Bu, rüşvət verir ki, məni qabağa çəkin. Və yaxud da ki, bu vəzifəni mənə verin. Bu rüşvətdir, haramdır. Çünki siz yoxlanılmalıydınız. Daha savadlısı, daha bəcərəcəklisi önə keçməli idi. Sən pul verdin, önə keçdin. Bax, bu rüşvətdir. Yəni, bir var, bayaq dedik, həkim olmaq istəyir, buna deyirlər, pul verməsin, bu mümkün deyil. Bir də var, 3-5 nəfərin arasında sizi yoxlayırlar. O zaman sən bunu buraxmalısan ağlına, elminə, bacaracağına. Bacaracaqlısansa, sən qəbul ol. Səni qəbul etmədilərsə, deməli, o biri səndən bacaracaqlıymış. Bu, ən düz olan haldadır da. Deməli, belə olan halda heç cür rüşvət verib də, bəs mən nə eləyim demək düzgün deyil. Deməli, 3 nəfərdən birinin haqqıdır. Önə keçə bilməzsən. Və yaxud da ki, növbədə düzülüb, kənardan orada növbəni düzən insana gözqaş eləyir. Yəni, gətirirlər, bunu çıxardırlar qabağa. Ay, bu xəstədir, ay, bu nədir? Bu keçir birinci, cəmaat qalır arxada. Niyə? 5-10 manat pul verdi. Bax, bu haramdır. Növbəvi gözləməlisən, öz növbəndə sən də keçməlisən. İkinci, konkret qadağan olan yerlərdən biri, sənin günahını gizlətmək. Günah etmisən, onu örtmək üçün rüşvət verirsən. Misal üçün, sürücüdür, qırmızı işıqda işıq forunu keçib. Yol polisi saxlayıb onu və bunun sürücülük vəsiqəsinə bal yazılacaq ki, onunla da ola bilsin ki, vəsiqə bundan 1 illik cərimə olunsun ya da ki, böyük məbləğə xərcləməli olacaq. Və bu adam həmin yol polisinə pul təklif edir ki, misal üçün, al 20 manatı yazma ona. Bax, deməli, eybini örtdü pulla. Sən bu dəfə qırmızı işıqda girdin, hadisi olmadı. Bəlkə bir dəfə birinin ailəsi, övladı yolun gedirdi, sənin qırmızı işıqda keçməyi ilə vurub onun həyatını məhv edəcəksən. Onu nə ilə örtəcəksən? Və bu da, bax, belədir. Deməli, və yaxud da ki, başqa cinayəti var. Cinayət eləyib, adam vurub, pul xərcləyir və cinayət onun üstündən qalxır və yaxud da yüngülləşdirilir. Bunların hamısı rüşvətdən sayılır. Hamı bunu edənlərə lənət vardır. Çünki cinayətin üstü örtülməməlidir. Ali ibn Əbu Talib deyir ki, Allahın Rəsulü demişdir, lənət olsun cinayətkara, himayə edənə. Cinayətkara himayə olunmamalıdır, cinayətkar cəzasını çəkməlidir. Rasulullah sallallahu aleyhi və səlləm buyurur ki, vallahi canım əlində olan Allaha and olsun. Əgər qızım Fatimə oğurluq eləsə, onun əlini kəsərdim. Yəni, çünki ona təklif edirlər ki, bir vəzifəli, hörmətli bir ailədən bir qadın cinayət eləmişdi. Deyirdilər ki, bəs bunu vermədə cəzasın. Allahın Rəsuluna deyirlər, bu hörmətli ailədir. Sən o ailənin övladına cəza versən, onlar bizdən üz döndərərlər. Rasulullah deyir, vallahi qızım Fatimə olsaydı əlini kəsərdim. Yəni ki, bu oğurluq idi, ona görə əl kəsərdim deyir. Deməli, olmamalıdır. Sən burada kiminsə, nəyinsə hörməti sayəsində, yəni eybini gizlədə bilməzsən, günahını gizlədə bilməzsən. Nədir cəzası? Qoy cəzasını çəksin. O yolda pul xərcləmək olmaz. Deməli, günahı örtmək üçün verilən vergi, pul haramdır, rüşvətdir.
Bəzi insanlar düşünür, bu rüşvət İslam'a aiddir. Kafirlərin ölkəsində bu icazəlidir. Misal üçün, Hristiyan olan, Müslüman olmayan, Büddist olan ölkələrdə İslam yoxdur ki, yəni orada bunu etmək olar, əsla bunun adiyyatı yoxdur. Çünki buna dəlil Allah Subhanahu taala qudsi hədisdə buyurur ki, mən zülmü haram etmişəm. Hətta özümə yazmışam ki, zülm olmaz. Yəni Allah özü üçün zülmü haram etmişdirsə və onu bütün bəşəriyyət arasında haram etdim demişdi. Resulullah sallallahu aleyhi ve sellem buyurur ki, zülm haramdır. Əgər bir nəfərə zülm olunarsa, o kafir belə olsa, Allah ilə onun arasında heç bir pərdə yoxdur. Allah'a dua etsə, Allah onun duasını qəbul edəcək. Yəni bir kafir Müslüman üçün bəddua eləsə, haqlı olduğu halda hökmən həyata keçəcək. Müslüman onun bədduasından zəlil olacaq. Çünki ona zülm olundu. İndi sən kafirin vilayətindəsən, orada adam vurmusan və pul verirsən, deyirsən ki, onsuz kafir vurmuşam da. Bəs o kafirin anası yox idi, o kafirin övladı, həyat yoldaşı, onu sevənlər yox idi. Bəs onların sevgisini harada gizlədəcəyik? Nə ilə gizlədəcəyik? Ona görə də zülm olmaz. Kafir ölkəsi olsa belə rüşvət haramdır. Bayaq deyildi, əgər o kafir ölkəsində yaygındırsa bu adət, yəni zaten rüşvəti verməsən, iş görə bilmirsən, Rusiya kimi. Yəni rüşvətini ver, nə iş istəyirsən gör, nə iş istəyirsən. İstəyirsən narkotika sat, özdə açıq aşkar sat və yaxud da ki, cinayət eləmirsən, ver, xilas ol. Tutaq ki, bu şəkildədirsə, belə olsa belə, yəni o zaman ancaq özünü sənə olan zülümdən xilas eləmək üçün xərcləyə bilərsən. Zülümü xilas eləmək üçün. Cəzanı deyil. Cəzadırsa cəzasını çəkməlisən. Hara olur olsun. Yəni kafir vilayəti, Müslüman vilayəti olması burada heç nəyi dəyişmir. Hökm eynidir. Müslümanda da, kafirdə də. Və bir də haram olan yerlərdən biri də bilmədiyin bir ixtisası sənədini almaq və yaxud da ki, bilmədiyin bir işə yiyələnmək üçün. Misal üçün, bilmir o işi, maşın sürə bilmir, pul verib sürücülük vəsiqəsi almaq istəyir. Deyirlər, sən öyrənmirsən bunu, bu da sürə bilmir. Deyir ki, öyrənərəm də, alaram, pulum var, maşın alaram, sürərəm. Deyirlər, bəs birdən sürə bilməzsən, deyir, əzərəm, düzəltdirərəm. Ancaq bunu fikirləşir, əzərəm, düzəltdirərəm. Daha demir ki, mən əzəndə birinin övladının qolunu, qıçını sındıraram, birini öldürə bilərəm, mənim bu xamlığım, bu səriştəsizliyim bununla nəticələnər. Bax, belə bir təqdirdə bir insan rüşvət verib vəsiqə alırsa, bu haramdır. Amma bilir bu şeyi, bu sahəni, sürə bilir, mütəxəssisdir, amma ala bilmir, vermirlər, incidirlər, yollara salırlar. Belə olan təqdirdə özü sürə biləndirsə, pul verib ala bilər, çünki bu vaxtı məzlum durumuna düşür. Yəni bunun haqqına girirlər. Vermirlər, incidirlər və bu da yubanır. Bax belə, deməli və yaxud da ki, başqa sahə olsun. Necə ki, bildiyimiz kimi biz tibbdə nə qədər səriştəsiz insanlardan pul alıb həkim olur, əməliyyat eləyir, pasiyenti həyatını məhv edir, kimisini öldürür, kimisini şikəst edir və yaxud da ki, cibini doldursun deyə yararsız dərmanlarla müalicə etdirir. Kimdir bunlar? Heç vaxt bu ixtisasın peşəkarı, heç vaxt vəzifə sənədini sevən insan bu işi görməz. Heç vaxtı görməz. Hətta rüşvət alsa belə. Yəni, belə bir iş görməz. Yəni, zərər vurmaz öz pasiyentinə. Çünki bu peşəni sevirsə, o ona xeyir verəcək. Dində də belədir, tibbdə də belədir, təhsildə də belədir, idmanda da, bütün sahələrdə, hərbidə də belədir. Yəni, bir insan öz sənətini sevirsə, o ona xidmət edəcək, zövq ilə xidmət edəcək. Ona görə Allahın Resulü sallallahu aleyhi və səlləm buyurmuşdur ki, vəzifəni istəyənlərə verməyin.
Subhanallah. Nə böyük sözdür. Heç normal bir dövlət hələ qurulmamışdı bu sözü deyəndə. Sanki bu söz min illərlə duracaq bir sözdür. Vəzifəni ona can atana verməyin. Çünki can atan bir dünya için ora can atır. Keyf etmək istəyir, yaşamaq üçün ora can atır. Və ona görə də uzun illər belə davam etmişdi İslamda. Vəzifəni heç o adam sevmir, istəmir ora gəlmək. Onu demişlər ki, sən bura layiqsən. Çünki halal, düzgün insan gəldiyi yerdə halallığı tətbiq edəcək. Bir işdə də halallıq varsa bərəkət olacaq. Halallıq olmasa orada necə mütəxəssis olur olsun, o işi zayi edəcək. Və ona görə də, yəni haqqın olmayan bir şeyi sənə verəcəklərsə, pul verəcəksənsə haqqın olmayanı almaq üçün bu da rüşvətdən sayılır. Dəyərli insanlar, mövzunu uzatmaq yenə mümkündür. Yəni buna ehtiyac yoxdur. Əsas olan başlıqları diqqətinizə çatdırdım. Allah bizi haram yeyib, haram vermək bəlasından qorusun. Çünki bu özü bir xəstəlikdir. İnsanlarda o qədər adət olub ki, indi əlhəmdülillah ölkəmizdə tədricən bu barədə bəzi işlər görülür, cüz'i olsa belə. Amma yenə baxırsan, həmən sahə ki düzəlib, həmən sahədə də xalqımız sanki özünü saxlaya bilmir. Deyirlər ki, yəni sığorta var, əməliyyat olunmusan, çıx ged evinə də, yenə deyir, yox qoy ona bir şey verməyim. Nəsə öyrəşmişik kimi, bax hələ də deməli, iş doğru getmək istəyir, biz də qoymuruq işin düz getməyinə. Yəni bu olmaz, qadağandır. Buna hədiyyə buna aid deyil. Hədiyyə ola bilər, yəni hədiyyə də hansı şəkildədir? Yəni bir nəfər sənin bir iş, həkimdir, səni müalicə etdi. Sən o qədər sevdin ki, o həkimin sənə qayğısını, sayğısını, misal üçün ona pul olaraq yox, ola bilər ki, bir hədiyyə apardın, evində verdin. Yəni bu niyyətlə bilinir. Niyyətin rüşvətdirsə zaten haramdasan, niyyətin həqiqətən də onun sənə olan sayğısını sevgi əlaməti olaraq göstərib bunu hədiyyə olaraq ona verdinsə, buna görə günah daşımırsan. Amma kimsə düşünməsin ki, elə bunun altında bu işi görmək olar. Allahı aldatmaq olmaz. Niyyətimizi Allah gözəl bilir. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.